Salam əziz izləyicilər. Keçən dəfə söhbətlərimizdə biz Quran-ı Kərimin 23 ilə nazil olması ilə bağlı danışdıq və tarixi əsaslarla, faktlarla danışdıq ki, Quran-ı Kərim 23 il ərzində nazil olmuşdu. Və bu günlərimdə ayələrin şə'n-ü-nüzul, surə, ayə nə deməkdir, surə nə deməkdir, bununla bağlı danışacağıq inşallah Allahın köməkliyi ilə. Şə'n-ü-nüzul, Quranda şə'n-ü-nüzul, biz məsələn deyirik bu ayənin şə'n-ü-nüzulu nədir, nəyə görə bu ayə nazil olub, bundan biz dəfələrlə eşidirik. Evdə, məsciddə, mənbərdə belə şə'n-ü-nüzul kəlməsini eşidirik. Quran ayələri ya sırf hidayət məqsədi ilə nazil olub, yəni hansısa bir səbəb şərait olmayıb. Məsələn, Peyğəmbər əyləşib, birdən-birə bir ayə nazil olub. Bir neçə ayə nazil olub. Sırf hidayət məqsədi ilə, insanlara nəyisə başa salmaq məqsədi ilə. Ya da ki, həmin bu ayələri təfsir eləmək üçün, izah eləmək üçün elə ayəni oxuyur, məsələn, müfəssir oxuyur, bununla bağlı hədisə müraciət eləyir, bununla bağlı Əhl-i Beytin kəlamlarına müraciət eləyir, ayənin açıqlamasını oxuculara təqdim eləyir. Bir də var ki, ayə nazil olur, hansısa bir səbəb, şərait olur, səbəb baş verir, bir hadisə baş verir. Xüsusi bir səbəb, xüsusi bir şərait həmin ayənin nazil olmasına səbəb olur. Həmin bu səbəb və şəraitə şə'n-ü-nüzul deyilir. Məsələn, o vaxtı Peyğəmbərin dövründə Vəlid ibn Uqbə adında bir şəxs olur. Həmin Peyğəmbər onu zəkat yığmaq üçün göndərir bir tayfadan. Vəlid nəsə gedir, fikrini döndərir qorxudan ya hansısa bir səbəbə görə nərəsi bir səbəb gətirir də, deyə qorxudan, məsələn, geri qayıdır və gəlir müsəlmanlara çatdırır ki, bunlar zəkat yığmaqdan fikrini döndəriblər, zəkat vermək istəmirlər və müsəlmanlara hücum eləmək istəyirlər. Və müsəlmanlar da yığışırlar, ordu toplayırlar və hücum eləmək istəyirlər, müdafiə eləmək istəyirlər özlərini. Həmin vaxtda ayə nazil olur. İn cəəkum fəsiqun binəbəin fətəbəyyənu. Fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Bu Vəlidin bu danışığı, bu hərəkəti ayənin nazil olmasına səbəb oldu. İndi düzdür, bu ayənin başqa səbəbində deyənlər var, indi ondan işim yoxdur. Bu şərait, bu Vəlidin bu addımı səbəb oldu ki, Allah ayə nazil elədi və insanlara çatdırdı ki, bu Vəlid fasiqdir və fasiqin gətirdiyi xəbəri araşdırın. Həmin dəqiqə fasiq bunu deyib, bunun dediyi xəbərin ardınca düşmək lazım deyil. Birinci araşdırın, görün bu həqiqətən bu düz deyib, səhv deyib, ondan sonra ona uyğun hərəkət eləyin. Və həmin bu səbəb və şəraitə əsasən ayə nazil olubsa, bu ayələri düzgün şəkildə təfsir eləmək üçün ilk növbədə biz səbəb və şəraiti bilməliyik ki, hansı səbəbə görə, hansı şəraitə görə ayə nazil olub. Ola bilər bir kəlmə fərqli mənalara malik olsun. Biz bunun dəqiq mənasını bilmək üçün biz gərək səbəb və şəraitləri bilək, şə'n-ü-nüzulu bilək ki, bu ayədən Allah nə demək istəyib. Və ayənin də həmin bu məsələlərdə ümumi götürüləcək. Yəni biz hansısa bir ayə, məsələn, bir səbəbə görə nazil olubsa, biz bu ayəni həmin səbəbə məxsus eləyə bilmərik. Bu ümumi biz bunu götürəcəyik. Məsələn, Vəlid bu hərəkəti gördü, Quran ayəsi nazil oldu. Biz götürək ancaq bunu Vəlidə aid eləyək və yaxud məsələn zihar ayəsini götürək, səbəbini ancaq məxsus eləyək. Yox, bu ümumidir. Fasiq Vəlid bu işi gördü, bu ayə nazil oldu. Bu ümumi, bütün fasiqlərə aiddir. Bir fasiq gəldi, hər hansısa bir fasiq gəldi sizə xəbər verdisə, biz artıq onu araşdıracağıq, biz baxacağıq sözün nə qədər doğru olmağına baxacağıq, ondan sonra biz ona uyğun hərəkətlər eləyəcəyik.
Və Quran-ı Kərim surələr, ayələrdən ibarətdir də. Biz bilirik ki, Quran-ı Kərimin 114 surəsi var və ayələrdən ibarətdir. Ayənin lüğəvi mənası, leksik mənası nişanə, əlamət, hikmət, möcüzə mənası var. Bununla bağlı Quran-ı Kərimdə ayələr var. O ayələri oxumuram, çünki çox vaxt getməsin. Və termin mənası da elə biz bildiyimiz elə mənadadır. Yəni, başlanğıc və sonu olan, hissədən ibarət olan bir kəlamdır ki, başlanğıc və sonu var. Həmin o başlanğıc və sonu olan hissəyə biz deyirik ayə. Məsələn, Quranda Kitabun fussilət əyətuhu. Bu bir kitabdır ki, onun ayələri aydın bəyan edilmişdir. Həmin o biz bildiyimiz termin mənasında. Və yaxud Rəd surəsində buyurulur ki, Əlif, Lam, Mim, Ra, tilkə əyətul kitab. Bunlar kitabın ayələridir. Əlif, Lam, Ra, tilkə əyətul kitabil hakim. Bunlar hikmətli kitabın ayələridir. Surə sözünün mənası, bəziləri deyirlər ki, surə kəlməsi, suratun kəlməsi məhmuz kəlmədən, bəziləri də qeyri-məhmuz kəlmədən götürülüb. Məhmuz yəni kəlmənin kök hərflərində həmzə varsa biz ona deyəcəyik məhmuz kəlmə, kəlmənin kök hərflərində həmzə yoxsa biz ona deyəcəyik qeyri-məhmuz, yəni həmzə yoxdur bu kəlmədə. Bəzilərinə görə deyirlər ki, bu suurun kəlməsindən götürülüb. Surə sözü suurun kəlməsindən. Suurun da mənası budur ki, nəyinsə qalığı, nəyinsə artığı mənasındadır. Məsələn, bir nəfər su içir qabda, artıq su qalır, ona deyirlər suurun. Məsələn, bəziləri dedilər ki, qeyri-məhmuz kəlmədən götürülüb, surun kəlməsində. O kəlmədə həmzə yoxdur. Elə surun kəlməsindən götürülüb və bunun surun kəlməsində həm qala mənası var, qala divar mənasında işlənir. Divar, qalanın hasarı daha doğrusu mənasında işlənir. Bəziləri də deyirlər ki, surun elə, yəni qeyri-məhmuz kəlmə olan surun uca mənasında işlənilir. Cəmi də ki, suvərun, suratun, suratun formasında cəmlənir. Suvaratun cəmlənir. Quran-ı Kərimdə suvarun keçir. Suratunun cəmi suvarın keçir. Və bunu bəziləri deyirlər ki, suratun kəlməsinin mənası elə divar, qala divar mənasındadır və bu ayələr toplumundan olan hissə, ona görə surə deyirlər ki, yəni toxunulmazdır da, heç kim buna toxuna bilməz, heç kim buna əlavələr gətirə bilməz və yaxud nəyisə azalda bilməz. Bəziləri deyirlər ki, elə suratun elə uca mənasındadır. Kimsə surə oxuyanda onun məqamı artar və ya bu Allahın kəlamı elə uca bir məqamda olan bir kəlamdır. Belə fərqli nəzərlər bildiriblər. Və Quran-ı Kərimin də surələrdən, ayələrdən ibarət olması bir növ o vaxtı Peyğəmbər sahabələrinin Quranı rahat şəkildə əzbərləməsinə səbəb olurdu. Yəni o vaxtı Məkkədə balaca surələr nazil olurdu. Sahabələr həmin surələri rahat şəkildə əzbərləyirdilər, hifz edirdilər və bir növ Quranı təhrifdən qoruyurdu. Ayə nazil olurdu, surə nazil olurdu, bütöv formada surə nazil olurdu. Sahabə gəlirdi, surəni əzbərləyirdi. Başqa bir surə nazil olurdu, sahabə o surəni də əzbərləyirdi. Bu surə ilə digər bir surəni artıq bir-birinə qarışdırmırdı. Və surələri qruplaşdırılıb Quran qariləri tərəfindən Əs-Səb'ut Tuval surəsini, yəni uzun surələrdə, tuval uzun deməkdir. Buraya 7 dənə surə daxildir, uzun surə. Bəqərədir, Ali İmrandır, Nisadır, Maidədir, Ən'amdır, Əraf surəsidir. Kəf, bəzilərinə isə Yunus surə daha iri surələrdən hesab olunur. İkinci adı Əl-Məun, yəni
belə deyək də, həmin Tuvəl surələrinə, uzun surələrinə nisbətən balaca olan surələrə Əl-Məun deyilibdir. Və 100-dən çox, həmin surələrində 100-dən çox ayələri vardır. Digər qruplaşma adı Əl-Məsəni. Bu da bu surələrin də ayələri 100-dən az olan surələrdir. Digərində adı Müfəssəl, yəni ayıran mənasındadır. Bunlar da balaca surələrə ad verilib, müfəssəl. Sonu Nəs surəsidir, ən axırıncı müfəssəl surə Nəs surəsidir. Və hansı surə ilə başlayır müfəssəl surə? Bununla bağlı ixtilaf var, fərqli nəzərlər vardır. Surələrin sayı ilə hamımız bildiyimiz kimi 114 surədir. Bunda heç kimin ixtilafı yoxdur. Hamı yekdilliyi ilə deyir ki, Qurani-Kərimin surələri sayı 114 surədir. Amma ayə ilə bağlı fərqli fikirlər var. Ayənin daha doğrusu sayı ilə bağlı fərqli fikirlər var. Bu fərqlilik də təhrif mənasında deyil. Yəni uzun bir ayədir, 2 hissəyə bölmək olur. Məsələn, bəziləri deyir bu bütöv bir ayədir, bəziləri deyir bütöv bir ayə deyil, 2 dənə ayədir. Yəni bir-birindən fərqli ayələrdir. O vaxtda Həzrət Peyğəmbər tarixdə gəlir ki, Peyğəmbər, İslam Peyğəmbəri Quran ayəsini oxuyanda ilk növbədə aram olardı, sakit durardı və ayəni başlayardı oxumağa və ayə tamamlananda sakit durardı, sonra digər bir ayəyə başlayardı və bundan deyirlər ki, məsələn, biz bununla təyin edirik ki, bu Peyğəmbər harada sakit durubsa, ayəni tamamlayanda harada sakit durubsa, biz onu bütöv bir ayə kimi götürürük. Bəziləri deyirlər ki, Peyğəmbər sakit durandan sonra digər bir ayəni əvvəlki ayə ilə birləşdirəndə biz elə bunu bütöv bir ayə kimi götürürük. Yəni bu cür fərqli bu şeylər gəlib səbəb olub ki, ayənin hərəsi ayənin sayında fərqli fikirlər irəli sürüblər. Ümumi olaraq surələrin sayı 114 deyilib, ayələrin sayı 6236 deyilib və Quranda kəlmələrin sayı 77807 deyilibdir. Bugünkü söhbətimiz bu qədər. Sağ olun, salamat qalın inşallah.